100 qram gülə 1 kilo pesok. Bəs siz gül mürəbbəsi hazırlamısınız? Qəşəng mövsüm meyvəsini qoyuram, yanına da bağdan dərdiyim güllərlə otağımı bəzəyirəm. Çayımı da içib səhərimə belə xoş başlayıram. Yumurtasız olmaz. Sonra üst tuturam lazerə. Bu xanımın yanında ilk dəfə olacağam. Heç gedən olubsa, altda kommentdə yazar. Sonra parkın içi ilə gəzə-gəzə gedirəm marketə. Marketdəki rəflərdə meyvələri belə çox qəşəng düzmüşdülər. Dedim bunu bir çəkim. Belə bir keçid eləyirik. Hop, evdə başlayıram. Sizcə nə hazırlayacağam? Məncə xiyarları belə doğramağımdan və krem pendiri çıxartmağımdan başa düşəcəksiniz. Təbii ki, suşi hazırlayıram. Belə mükəmməl suşi eləmirəm, amma məncə suşi restoranlarındakı, yəni bir çoxundakından daha dadlı suşi hazırlayıram. Mən həmişə yumru düyü istifadə edirəm. Bu səfər belə daha tünd bir yumru düyü var idi evdə. Ondan istifadə elədim. Çox dadlı olur. Məncə düyünün çox da bir fərqi yoxdur suşi üçün. Mən ilk dəfə suşi yeyəndə ürəyim dəhşət bulanmışdı. Yəni hətta taksiyə minib getmişdim. Və yəni ürək bulantım heç cürə keçmirdi. Amma o ilk dəfə yeyib evə gəlib biraz rahatlaşandan sonra dedim, ha, mən yenə istəyirəm suşi. Onda başa düşdüm ki, mən artıq suşini sevirəm. Açığı ən dadlısı qızardılmışdı, amma freşin də həqiqətən öz yeri var. Axşam tərəfi ürəyim portağal suyu istədi. Dedim, gedim Tuqodan alım. Ümumən Tuqo şəbəkəsi çox yaxşıdır, yəni bütün gecə işləməyinə görə deyirəm. Amma belə o qədər də ideal deyil açığı.